Mənim canavarlarım Nihat və Elvin döyüşə aparmışdım. Canavar kimi vuruşdular, rəqiblərinə macal vermirdilər ki, zərbə atsınlar, nəfəslərini kəsmişdilər onların. Elvin, Nihat nə deyə bilərsən rəqibin haqqında? Rəqibim haqqında onu deyə bilərəm ki, yəni əvvəlcədən özünü biraz böyük apardı, amma ringdə yəni belədir də yəni. Sözümü dedin ringdə ona. Hazırlığın necə idi? Hazırlığım belə deyim də, mən yarışa çıxmamışdım əvvəl həmişə Txanyanı necə yüksək səviyyədə tutmaq üçün 5 raund 5 dəqiqədən və yaxud da 4 raund 5 dəqiqədən kölgə boksu istəyirəm ki, Txanyan bitməsin. Və digər fizikləri də qatıram. İlk dəfə döyüşə çıxırdın, ilk dəfə yarışa çıxırdın və mən səni neçə ay hazırladım? Yəni sıfırdan mənim yanıma neçə müddətli gəlirdin sən? 4 ay. 4 aydır. Nihatı mən 4 ay hazırladım, sonra yarışa çıxartdım və qələbə qazandı. Razısan məndən? Necə? Məndən razısan? Bəs özündən? Afərin sənə. Elvin, sən nə deyə bilərsən rəqib haqqında? Qəşəng döyüş keçdi. Birinci döyüşüm indi biraz mandraja düşdüm. Biraz pis döyüşümdən normal İspaniyalara baxanda. İndi inşallah tezdən yarış olar, tezdən gəlib döyüşsəm. Döyüşlərimiz onsuz da qabaqdadır. Biz özümüz də yarışlar keçirdəcəyik. İnşallah mən indi Moskvaya gedim gəlim ondan sonra. Sən nə deyə bilərsən özün haqqında, öz hazırlığın haqqında? Evdə məşq edirəm, sizin atdığınız proqram var məndə. Məşq eləyirəm. Məsəl üçün evdə kölgə döyüşü işləyirəm 5 raund 4 dəqiqə 30 saniyədən, 30 saniyə fasilə ilə 1000 dənə hər zərbəni işləyirəm. Afərin sənə. Evdə 10 dəqiqə pirqılka işləyirəm. Uşaqlar, maşallah olsun ki, mən sizin ikinizin də döyüşünü bəyəndim. Yəni bunu hər kəs orada gördü ki, mənim canavarlarımın tıxanyası da yerində, texnikası da yerində. Sadəcə olaraq təcrübə azdır. Ona görə ki, ilk dəfədir döyüşə çıxırdılar, amma ilk dəfəyə baxaraq çox möhtəşəm nəticə verdilər. Əla, yəni mən özümlə də, uşaqlarla da fəxr elədim ki, mənim əziyyətimi yerdə qoymadılar. Deməli, vaxt keçirməyiblər, həqiqətən də məşq ediblər. Desin Boxing Club kanalında, YouTube-da girib bunların ikisinin də döyüşünü izləyə bilərsiniz, canavar kimidir. Fikirlərinizi də bölüşün və bu iki canavarı, nəinki bunları, başqa tələbələrim var. Onları da hazırlayıram Allahın izni ilə. Yavaş-yavaş hazır olandan sonra onları da döyüşə çıxardacağam. Əsas döyüşə çıxıb döyüşmək, vuruşmaq lazımdır. Uduzmaq da olar, udmaq da olar, amma döyüşü uduzmaq lazımdır. Döyülüb uduzmaq lazım deyil. Hər ikimizə də uğurlar, canavar kimi təbrik edirəm. Növbəti uğurlarda inşallah bir yerdə davam edərik. Oldu uşaqlar. Evet, durun, öpürəm sizi.